Onayı Çəmərlinin bəzəyib düzüb ortaya çıxartdığı qızlar xatırlayırsınız dostlar. Bu iki qız bəzəndilər, düzəndilər, 30 yaşında xalıya oxşadılar. Deyirdiniz ay 18 yaşı var, ay 17, yetən də 14-16 yaşları var idi. Baxın, bu təxmini adında 14 yaşında qız neyniyib? Deməli 19 yaşında oğlanla hamamda dəm qazından boğulublar. 19 yaşında oğlan ölüb. 14 yaşında qız isə bu dəqiqə balnisada ağır vəziyyətdədir. Deyəndə ki, bu günlərim like üçün, baxış üçün və gələcəkdə o like'ları, baxışları pula çevirmək üçün sizin evlatlarınızdan, sizlərdən maksimal dərəcədə istifadə edirlər və heç bir sərhəd saxlamırlar. Heç kim bizə inanmırdı. Hər kəs deyirdi, Nail Çəmərli milyonlarla insanı narkotikdən okey, yaxşısı var. Amma elədiyi bu hərəkətlərə görə bu günlərin pozğunxanı açıb Bakıda, bu günlərin bu qızları bəzəyib düzüb çıxardıb ortaya birbaşa fahişəliyə yol açmasını üçün reklam eləyib, fahişəliyi reklam eləyib, fahişə edib bu uşaqları. Onlara gözəl ağıl verməkdənsə məktəbə bir başqa bir aparat gözəllik salonuna bəzəyib düzüb çıxartmışdı ortaya. Bugünkü gündə 19 yaşında oğlan, oğlanın hələ başı boşluğundan danışmıram, bugünkü Azərbaycan qaqalarından danışmıram. Ən çox da ola deyəsən Gəncədə oturur, Gəncələrin xətrinə dəyməsin. Bu gündən olan canlı yayımına baxdım. Uşaqlar, sonda videodan fragment qoyacağım, canlı yayımdan fragment. Baxın, onların bir dənə IQ səviyyəsinə, düşüncə dərəcəsinə, polisi necə təhqir edirlər, insanları necə təhqir edirlər. 19 yaşında oğlan, 14 yaşında qızla cinsi əlaqəyə girməsi, hamamda tutulması, bunların bu günə düşməsi bir dərd, bir qırağa. Bu günlərim belə ictimaiyyətdə olan insanların belə qızları fahişə kimi reklam etməsi bir problem. Və bu günlərim cəmiyyətin buna reaksiyası da daha bir problem. Yəni bir qism ayrılıb oğlana tərəf, bir qism ayrılıb qız tərəf və bir qism də ayrılıb obşu bunların ikisinə də protiv. Qardaşlar, bacılar, evlatlarınızı qoruyun. Bu hype dalınca qaçan, video, baxış, like dalınca qaçan insanlardan uşaqlarınızı qoruyun. TikTok'dan uşaqlarınızı qoruyun. Bu günlərim hansı kafeyə, hansı restorana girirsənsə, hərə bir model fahişə tapıb, dalını, qabağını, böyrünü, başını çəkirsə, baxış, like yığır. İnsanlarda ərgənliyin maksimal dərəcə testosteron pırtlayan vaxtında 19 yaşında oğlan gedib 14 yaşında oğlan qızla, hətta oğlanla da olur ki, hamamlarda, otellərdə, orada burada cins əlaqəyə girirlər. Çünki bunların heç bir cinsi dərs keçilmir. Məktəblərdə cinsiyyət haqqında, insan anatomiyası haqqında, bunlar haqqında heç bir söhbətlər olunmur, dərslər keçilmir. Evdə valideynlər uşaqlarına bunu başa salmır. Evlatlarımız